Hər vaxtınız xeyir, mənim üçün çox dəyərli olan əziz yetkincilərim. Hər birinizi xoş gördük bir daha kanalımda. İstərseniz hər zamanki, yəni ənənəmizə sadiq qalaraq adlarınızı paylaşsanız, mən sizlərin adlarını buradan çəkib salamlarımı göndərərəm böyük məmnuniyyətlə. Deməli, bugünkü dərsimiz turistlər CIS xəritəsindən istifadə edilərmi? Baxaq görək. Nə mənada istifadə edirlər, necə istifadə edirlər və yaxud da edirlərmi? San Fransisko şəhəri ABŞ-ın qərb sahilində Sakit Okean və San Fransisko körfəzi arasındakı eyni adlı yarımadada yerləşir. Şəhər müxtəlif xalqların çoxluğu, zəngin turizm obyektləri, müasir şəhər strukturu ilə tanınan məşhur turizm məkanıdır. Soldakı ağ şəkli Kaliforniya yarımadası deyil. Sadəcə olaraq San Fransisko yarımadası sayılır. Kaliforniya ştatı həmin ərazidədir. Kaliforniya yarımadası, bildiyimiz o Kaliforniya yarımadası Meksikaya aiddir, ABŞ-a aid deyil. Şəhər müxtəlif xalqların çoxluğu, zəngin turizm obyektləri, müasir şəhər strukturu ilə tanınan məşhur turizm məkanıdır. Müasir şəhər strukturu ilə tanınan məşhur turizm məkanıdır. San Fransiskonun turizm departamenti interaktiv xəritələr yaratmaq üçün CIS-dən istifadə edir. Hər halda olsun, o türklər deməli olsun, o qədər hər halda yaradıla bilər, çünki inkişaf etmiş ərazidir. San Fransiskonun coğrafi mövqeyini görə bildik A şəklində. Gəlin baxaq görək necə hazırlayırlar. Həmin o laylar, biz bu barədə danışmışdıq ki, CIS xəritələr necə hazırlanır, təqdim edilir. Bax, bu laylar vasitəsilə birinci layda hotellər, ikincidə restoran, muzey, təbii ərazilər, daha sonra bitki örtüyü, su hövzələri, binalar, yollar və ərazi. Bunlar hamısı üst-üstə yığılır. Tam orijinal bir xəritə, canlı bir xəritəni yarada bilirlər. Turistlərin marağına əsasən rahat marşrut şəbəkəsi, muzeylərə səfərlər, restoran və hotellər CIS xəritəsində əks olunur. Eyni zamanda bu xəritələr vasitəsilə şəhərdə tullantıların yaranmasını, tıxacları və turizmin ətraf mühitə təsirini izləmək mümkündür. Görün nə dərəcədə inkişaf etmiş bir ölkədir. Görün nə yaxşı bir fürsətlər var turistlərin. Hər bir turist təbii ki, ora getməyə can atar, çünki o qədər rahatçılığı var. Turizmə aid CIS laylarını gördük bayaqki şəkildə, B şəklində. Daha sonra baxaq görək. Bu xəritələr San Fransiskoda yaşayanlarla yanaşı turistlərin də şəhərdən rahat istifadə etmələrini təmin edir. Heç tanımadığı bir ərazidir. Gəlib düşüblər Kaliforniya ştatına. Amma bu CIS xəritələrindən istifadə edərək sanki illərdir həmin ərazidə yaşayırlarmış kimi bir şərait yaranır insanlara. Tam rahatçılığını, insanların rahatçılığını düşünüblər, çox sağ olsunlar. Bu da CIS prosesidir. Turizm agentliyi, CIS-lə inteqrasiya və tətbiq. Turizm data, CIS data, bunlar hamısı yerləşdirilir turizm data, yəni CIS datanın içərisinə və bunu da hazırlayır kim? Turizm agentliyi. Tətbiqdə gördüyünüz kimi hoteldir, muzeydir, zooparklardır, restoranlardır, hamısı ayrı-ayrılıqda qeyd olunubdur. Kim hara getmək istəyirsə, üzərinə vuraraq istiqaməti görə bilər, hansı istiqamətdə yerləşir, neçə kilometr məsafədədir, həmin istiqamətdə tıxac varmı, yoxmu, bunların hamısını bir proseslə, bir proqram içərisində yerləşdirirlər. Təşəkkürlər. Gəlin indi fəaliyyət bölməsinə baxaq. Dərsimiz bundan ibarətdir, çox kiçik dərsimiz var. Bu arada səhifə 22-dir. Fəaliyyət bölməsinə keçid alaq. Deməli, suallarımıza baxırıq. A şəklinə görə San Fransisko şəhərinin coğrafi mövqeyinin əlverişli cəhətlərini sadalayan mətndə də göstərildiyi kimi San Fransisko şəhəri Sakit Okean sahilində yerləşir. Ümumiyyətcə, okean dəniz sahilində yerləşən obyektlər əlverişli coğrafi mövqedə sayılır uşaqlar. Və liman şəhəridir. Təbii ki, niyə də olmasın, əlverişli niyə hesab olmasın ki, liman şəhəridir, okeana çıxışı var. İqlimi də əlverişlidir, daim orada turist qəbul edə biləcək səviyyədədir. B şəklində, ikinci sualda B şəklində yaradılan laylar nə üçün fərqli məlumatlardan ibarətdir? Və siz turist olsaydınız, hansı layları əlavə etmək istərdiniz? Deməli, burada bu laylar turizmin idarə olunması üçün lazımdır. Məqsəd turistlərin şəhərdə xəritə ilə rahat hərəkətini təmin etməkdir. Bu cümlələrin hamısını kitabdan asanlıqla götürüb istifadə edə bilərsiniz. Götürmək şərt deyil, mənasını başa düşün, çətinliyini dərk eləyin. Çətin suallar da deyil, hamısı mətnə aid olan suallardır. Mən düşünürəm ki, heç video baxmadan da biz bu sualların cavabını artıq tapmışıq.
Bu laylar turizm idarəsində çox asandır, çox lazımlıdır və turistlər şəhərdə rahat gəzsin, onların hərəkətini təmin etmək məqsədilə yaradılmışdır. Ona görə müxtəlif məlumatlar laylar halına gətirilərək CIS xəritəsi hazırlanır. Hansı laylar idi? Bayaq dediyimiz kimi ərazinin relyefi olsun, hotellər, muzeylər, marşrut xətləri və s. Bunlar hamısı birlikdə laylar halında formalaşır. Ondan sonra birləşərək CIS xəritəsinin yaradılmasına səbəb olur, hazırlanmasına səbəb olur. Bu da və siz turist olsaydınız hansı layları əlavə etmək istərdiniz? Siz artıq bu barədə öz fikirlərinizi yaza bilərsiniz. Məsəl üçün əyləncə mərkəzi mi olsun, kitabxana mı olsun və yaxud da başqa hansı lay istərsəniz bunu ora əlavə edə bilərsiniz. C şəklində üçüncü sualda C şəklinə əsasən sualları cavablandıran deməli A variantı şəkildəki prosesi təhlil edin. CIS ilə işləmə prosesinin mərhələləri ardıcıl olaraq sadalanır, sonda CIS xəritəsi turistlərə təqdim olunur. Bayaq dediyimiz kimi ardıcıl laylar, mərhələlər təhlil edilir və nəhayət deməli bunlar birləşərək CIS xəritəsi turistlərə təqdim olunur. B şəklində verilənlər C şəklinin hansı hissəsinə uyğun gəlir? İkinci hissədə verilən CIS inteqrasiya bölümündə verilən məlumatlar laylar şəklinə gətirilir. Deməli, ikinci hissəyə uyğun gəlir. Sizcə şəkildəki prosesləri kim həyata keçirir? Əlbəttə ki, orada mütəxəssislər var, bu işlə məşğul olan mütəxəssislər var, turizm agentliyində işləyən hər hansı bir işçi eləyə bilər və yaxud da mütəxəssis bu işin öhdəsinə gələ bilər. Təbii ki, sıradan bir insan bu işin öhdəsinə gələ bilməz. Gərək ki, bu proqramlardan başı çıxan olsun, layları yarada bilsin, hamısını bir yerə toparlayıb xəritəni yarada bilsin. Adi bir xəritə deyil göründüyü kimi, mürəkkəb bir sistemə malikdir. Biz bu proqramdan başımız çıxmazsa biz heç vaxt belə bir şey ortaya çıxara bilmərik. Çalışın siz də savadlı olun. Onlardakı turizm agentliyində necə ki inkişaf var, siz də çalışın bizim turizmimizi bu qədər inkişaf etdirin. Gözəl yeniliklər əlavə edin bizim turizm sistemimizə. Təkcə turizm olmasın istənilən bir sahədə yenilikləri sizlər kimi şagirdlərə həvalə edirik, inanırıq ki, sizlər bunu bacaracaqsınız. Yəni bir Amerikalıdan nəyiniz əskikdir? Əlbəttə ki, heç şey. Yəni hər bir şeyiniz onlardan əksinə daha da üstündür. Bu şəraiti yaratmaqda da dövlətimiz sizə köməklik göstərəcək. Siz yetər ki, cəhd eləyin. Heç bir şey sizdən əskik deyil. Hər şeyin öhdəsinə gələcəyinizə şəxsən mən özüm inanıram. Hər birinizə uğurlar arzulayıram, dəyərli 7-cilər. Növbəti video dərsimizdə inşallah ki, görüşmək ümidi ilə. Bu arada bir daha xatırladıram. Kanalıma abunə olmayanlar abunə olsunlar. Bəyənmək istəyənlər bəyənsinlər. Təbii ki, bəyənməyənə mən məcbur eləyə bilmərəm. Və digər tərəfdən də ki, adlarınızı qeyd edərsiniz videonun sonunda, şərhlər bölməsində mən sizin adlarınızı böyük məmnuniyyətlə hər il olduğu kimi çəkəcəm və salamlarımı göndərəcəm. Uğurlar, sağ olun.